Kərbala qatilləri Ubeydullah ibn Ziyad. Əməvi sülaləsinin nümayəndəsi olan İbn Ziyad Əhl-i-Beytə qarşı şiddətli kin və düşmənliyi ilə seçilirdi. O, məscidlərdə İmam Əliyə lənət oxudurar, iftiralar səsləndirər, şiələri təqib və zülmlərə məruz qoyardı. O, Muaviyyə tərəfindən Xorasanın, sonra isə Bəsrənin hakimi təyin edilmişdi. İbn Ziyadın anası Mərcanə əxlaqsız və pozğun həyat tərzi ilə ad çıxarmışdı. Digər maraqlı fakt isə budur ki, İbn Ziyadın atasının da anası pozğun və əxlaqsız qadın olub. Buna görə də Ziyadın da atasının kimliyi dəqiq bilinmirdi, lakin Əbu Süfyan həmişə onun atası olduğunu iddia edərdi. Ziyad da Əhl-i-Beyt və tərəfdarlarına qarşı amansızlıq, zülm və təqibləri ilə seçilirdi. İbn Ziyad Mərcanənin oğlu kimi tanınırdı. Qeyd edək ki, ərəb ənənəsinə görə bir şəxsin bu cür çağırılması böyük təhqir və rüsvaçılıqdır. Qəddar və rəhimsiz olan İbn Ziyad Kərbala hadisələrindən bir qədər əvvəl Yezid tərəfindən təcili surətdə Küfəyə hakim təyin edilir. Şəhərə hiylə ilə daxil olan İbn Ziyad İmam Hüseyn tərəfdarlarının kütləvi təqib və qətillərinə başlayır. İmamın elçisi Müslim ibn Əqili qəddarlıqla şəhid edir. Hicrətin 61-ci ilində Kərbalada İmam Hüseyn, ailəsi və sahabələrinə qarşı törədilənlərin Yeziddən sonraki əsas səbəbkarı məhz İbn Ziyad idi. Onun əmri ilə Aşura günü Peyğəmbər nəvəsinə, ailəsinə, uşaqlara, qadınlara və İmam Hüseynin sahabələrinə qarşı xüsusi amansızlıq nümayiş etdirilir. Əsirlər qarət edilir və onlara əziyyət verilir. Xanım Zeynəb Aşuradan sonra Küfə sarayında İbn Ziyadı hamının gözü qarşısında Mərcanənin oğlu adlandırır və xanım Zeynəb öz nitqi ilə İbn Ziyadı xar və zəlil rüsva edir. İbn Ziyad Kərbala faciəsindən sonra da Əhl-i-Beyt tərəfdarlarını zülmlərə məruz qoymağa davam edir. İmam Hüseynin qisasını almaq üçün başladılan Təvvabin hərəkatını amansızlıqla yatırır. Həmçinin minlərlə Əhl-i-Beyt aşiqini qanına qəltan edir. Daha sonra isə İbn Ziyad Muxtar ibn Səqəfiyə qarşı göndərilən Əməvi qoşununa başçılıq edir. Lakin Hicrətin 67-ci ilinin Aşura günündə baş verən döyüş zamanı Muxtarın qeyrətli sərkərdəsi İbrahim ibn Malik Əşdər tərəfindən məğlub edilir. Boynu vurularaq cəhənnəmə vasil edilir. Yəbnə Mərcanənin kəlləsi Muxtarın tapşırığı ilə İmam Zeynül Abidinin hüzuruna göndərilir. İmam Səccad bundan sonra şükür səcdəsi edir. İbn Ziyadın məhv edilməsi imamın və Əhl-i-Beyt aşiqlərinin yaralı və əzalı qəlblərinə məlhəm oldu.